Salam əziz və hörmətli dinləyicilər. Bugünkü mövzumuz MSK-nın formalaşması ilə bağlıdır. Yəni Mərkəzi Seçki Komissiyasının formalaşması ilə bağlıdır. Bu mövzu Azərbaycan xalqı üçün çox ağırlı yerdir. Çünki Mərkəzi Seçki Komissiyası hər zaman seçki saxtakarlığı ilə məşğul olub və bu yeni formalaşan, güya ki, yeni formalaşan komissiyada 2 nəfər yapıcı çıxdı və 2 nəfər hakim komandanın üzvü yenidən ora üzv seçildi. Digərləri yerində qaldı, yəni köhnə qvardiya yerində qaldı və köhnə qvardiyanın 76 yaşlı seçki kralı Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi. Gördüyünüz kimi, adi vətəndaşın 65 yaşı tamam olan kimi təqaüdə göndərilir Azərbaycanda. Amma hakimiyyətin yuxarı eşelonu təmsil edənlərə bu qanunun adiyyəti yoxdur. Elə götürək, Məzahir Pənahovun yaşı ilə bağlı 76 yaşlı Məzahir Pənahov yenidən seçki saxtakarlığı ilə məşğul olan MSK-nın növbəti seçki kralı ilə mükafatlandırılması Azərbaycan reallığıdır. Ona görə də burada qanunlar şah deyil, şah qanunudur desək yanılmarıq. Bu seçki kralının son açıqlaması da onu göstərir ki, yəni Məzahir Pənahovun son açıqlama onu göstərir ki, o qanunlara deyil, onun mükafatlandırılaraq xidmət etməkdir. Məhz bu səbəbdən də heç bir zaman ona qarşı edilən ictimai tənqidlərdən çəkinmir və bu tənqidlər ona təsir etmir. Doğrudan da belədir. Çünki onun üçün nə dəxli, vətəndaş nə dedi, nə demədi, ictimaiyyət fikri nədir, o rəyin formalaşması nəyə görədir, bunun üçün dəxli yoxdur. Maraqlısı budur ki, MSK-nın keçən həftə keçirilən plenar iclasında tanıdığımız məşhur Novruzov Siyavuş millət vəkili deyilsə, dırnaqarası millət vəkili deyilsə, Novruzov Siyavuş öz çıxışında MSK-nın formalaşmasında demokratik seçki olduğunu, yəni formalaşdığını, seçki komissiyasının demokratik formalaşdığını bildirdi və bildirdi ki, hətta Avropada belə bu standartlara uyğun seçki komissiyası formalaşmayıb. Çox gülməlidir. Bu komanda həmişə, yəni hakim komandanın bəzi üzvləri həmişə özlərindən çıxışları ilə şovlar yaradır. Həmin Siyavuş Novruzov keçən il Milli Məclisdə bildirmişdi ki, Azərbaycan büdcəsi Almaniya büdcəsini keçib. Onda mən onun çıxışının altından rəy yazmışdım ki, ay Siyavuş, elə bircə Almaniyanın Mercedes-Benz şirkəti illik gəliri 200 milyard dollardır. Bu gülüş vəziyyəti uşağı da anlatsan inanmaz. Bunlar nə danışır, nə demək istəyir bilinmir. Ancaq onu deyə bilərik ki, doğrudan da MSK-nın yenidən formalaşması, yəni yenidən köhnə qvardiyanın təyin olunması, mən bunu təyinat deyirəm, təyin olunması gələcəkdə bizə seçkilərdə heç bir demokratik seçki keçirəcəyindən xəbər vermir. Mən Aqil Mahmudov, sizin üçün bu fikirlərimi söylədim. İndi öz rəylərinizi bildirin. Mən inanıram ki, öz rəylərinizə bunu deyəsiniz. Bəziləri deyir ki, mənə ki, rahatdır, xaricdədir. Xeyr, mən xaricdə yaşamıram, mən Azərbaycanlıyam. Azərbaycanda yaşayıram, öz fikirlərimi bildirirəm, öz tənqidlərimi bildirirəm. Bu reallıqdır. Mən insan düzün demək lazımdır. Biz aşağı problemləri də qaldırmalıyıq, qabartmalıyıq biz jurnalistlər. Amma ən böyük problemlərimiz gələcəyimizi təyin edən demokratik seçkilərin necə keçirilməsindən və o komissiyaların necə formalaşmasından biz
cəmiyyətə məlumatlandırmalıyıq. Amma görürük ki, bizim bu köhnə qvardiyanın yenidən seçilməsi yerlərdə dairə seçki komissiyalarında da həmənki köhnə qvardiyanın üzvləri olacaqdır. Minnətdarım sizə, Aqil Mahmudov.